Salam, hər vaxtınız xeyir. Bu gün mən sizə feilin şəkillərinin izahını verəcəm. Feilin şəkilləri feilin təsriflənən formasıdır. Deməli, feilin şəkillərinə dedik ki, ümumiyyətlə biz bilirik ki, feilin təsriflənən forması var və bir də feilin təsriflənməyən forması var. Feilin təsriflənən forması o deməkdir ki, bunlar şəxsə görə, zamana görə dəyişə bilən feillərdir. Deməli, biz feilin təsriflənən forması deyəndə ağlımıza ilk gələcəkdir feilin şəkilləri. Bəs yaxşı, feilin şəkilləri hansılardır? Gəlin bunları ardıcıl yazaq. Əmr şəkli, xəbər şəkli, arzu, daha sonra vacib, lazım və şərt şəkli. Deməli, feilin 6 dənə şəkli oldu ki, bu şəkillərin hər birinin xüsusiyyətlərini də bilməliyik. Ümumiyyətlə dedik ki, biz feilin şəkilləri şəxsə və cəmiyyətə görə dəyişir. Şəxs dedikdə nə başa düşürük? Bizim dilimizdə 3 dənə şəxs var. Yəni, birinci, ikinci və üçüncü şəxs. Bu şəxslərin həm təki var, həm də cəmi var. Məsələn, mən birinci şəxsin təkidir. Mən gəlirəm. Birinci şəxsin təki. Birinci şəxsin cəmi olacaq biz. Biz bunu cəmdə işlədəndə biz gəlirik forması olacaq. Mən, daha sonra ikinci şəxs daha doğrusu səndir. Cəmi olacaq siz. Sən gəlirsən, siz gəlirsiniz. Üçüncü şəxsdə o gəlir, cəmi isə onlar gəlirlər. Yəni, feilin təsriflənən formaları şəxsə və cəmiyyətə görə dəyişəcəkdir. Deməli, gəlin indi biz burada bu şəkillər bizə niyə lazımdır, onu öyrənək. Feilin şəkillərində iş görən, yəni subyekt, görülən işə münasibətini bildirir. Bax, deməli, burada subyektin işə münasibəti bildiriləcək. Şəxs işin icrasını əmr şəklində, xahiş şəklində və yaxud da xəbər verərək və həmin işin icrasının vacibliyini, lazım olduğunu, yəni bunları vurğulamaqla və yaxud da arzu edərək və buna görə də biz, yəni subyektin işin icrası olan münasibətinin əmr, xahiş, xəbər, vacib, lazım və yaxud da arzu olduğunu bildirmək üçün feilin şəkillərindən istifadə edirik. Bəs yaxşı, feilin şəkillərinin özünəməxsus şəkilçiləri var. Hamısının yox, əmr şəklindən başqa digərlərinə, həm də xəbər şəklindən başqa digərlərinin özünəməxsus şəkilçiləri var ki, bəs biz bu şəkilçini necə artıra bilərik? Birinci yadınızda qalsın ki, feilin kökü gəlməlidir. Feilin kökü və yaxud da bura yazaq başlanğıc forma. Deməli, feilin kökündən sonra biz şəkil gəlməliyik. Şəklin əlaməti. Şəklin əlamətindən sonra şəxs şəkilçisi və bunlar bir yerdə artıq bərabər olacaqdır, feilin şəklini yaradacaq. Yəni, biz başlanğıc formaya feilin şəklini artırmalıyıq. Əmr şəkli nə bildirir? Xahiş, təklif, nəsihət bildirən şəkillərdən biridir və əmr şəklinin xüsusi şəkilçisi yoxdur. Daha sonra əmr şəklinin məzmununda, gələcək zamanda yox da, gələcək zaman məzmunu var. Elə bir işin icrası nəsə gələcək zamanda olacaq. Amma ümumiyyətlə feilin şəkilləri zamana görə dəyişmir. Bir dənə xəbər şəkilçisi, zaman şəkilçisi qəbul edir. Deməli, biz burada feilin kökünə və yaxud da başlanğıc formaya şəxs şəkilçisi qoşuruq. Şəxs qoşmaqla biz feilin əmr şəklini düzəldə bilərik. Məsələn, mən yazım. Sən yaz. O yazsın. Biz yazaq. Əmr edirəm də, siz yazın. Onlar yazsınlar. Baxın,
İndi burada mən yazıb. Birinci şəxsimdə mən bunu əmr şəklində işlətdim. Bu əmr şəklinin şəkilçisi deyil ha. Buradakı ım üstü 4 şəxs şəkilçisidir. Sən yaz. Burada ikinci şəxsin təkində deməli şəxs şəkilçisi qəbul etmir. O yazsın deyəndə, deməli mən üçüncü şəxsdə sın, sin, sun, sün şəkilçisindən istifadə etmiş oldum. Biz yazaq deyəndə burada aq şəkilçisindən istifadə elədim. Siz yazın deyəndə burada ın üstü 4-dən istifadə elədim. Onlar yazsınlar deyəndə isə sın üstə gəl lardan istifadə eləmiş oldum ki, bu da şəxs şəkilçisinin deməli şəxs şəkilçiləri oldu. Baxın bir də qeyd eləyirəm mən bunu. Əmr şəklində ım üstü 4, daha sonra sın üstü 4, aq üstü 2, ın üstü 4 və yaxud da sın üstü lar şəkilçiləri var ki, bunlar şəklin şəkilçiləri deyil. Bu şəkilçilərə biz şəxs deyirik, şəxslər üzrə dəyişir. Və biz burada nəticə çıxarırıq ki, əmr şəklinin özünə məxsus şəkilçisi yoxdur. Yəni bu şəkilçisi yoxdur deyə bura şəxs şəkilçiləri artırmaqla fikrin əmr şəklində çatdırılmasını göstəririk. Və əmr şəklində ikinci şəxs deməli, heç bir şəkilçi qəbul etmir. Bütün feillərin başlanğıc forması ikinci şəxsin təkində təsdiqinə uyğundur. Daha sonra, məsələn, deyirəm ki, siz aparın. Və görürsünüz, burada siz aparın deyəndə nə olacaqdır? İkinci şəxsin cəmində, deməli, burada ın olacaq. Sən apar deyəndə isə, bax, burada heç bir şəkilçi qəbul etməyəcək. Siz gətirin deyirəm, gətir sözündən gətirin. Əmr şəklində şəxs şəkilçim ın olacaq. Amma sən gətir dedikdə isə, burada başlanğıc formaya və kökə uyğun olacaqdır. Həmçinin əmr şəklində əmr ədatlarından da istifadə olunur. Əmr ədatları hansılar olacaq? Gil, gəl, ha, qoy kimi əmr ədatlarından, daha sonra bax ədatlarından istifadə oluna bilər ki, gəl, gedək. Bax, bu əmr şəklidir, çünki əmr ədatı ilə işləyib. Və yaxud da oxu, ha, deməli, burada əmr ədatından istifadə olunub. Qoy yazsın. Deməli, burada əmr ədatıdır. Bax, gecikməyin. Ha, bax, gecikməyin. Burada da bax. Deməli, əmr şəklində həmçinin əmr ədatlarından da istifadə olunması haqqında danışdıq. İndi isə gəlirik arzu şəklinə. Arzu şəklinin özünə məxsus şəkilçisi var ki, bu şəkilçi olacaqdır A-ə şəkilçisi və yaxud da ya üstü 2 şəkilçisi. Yəni, buradakı y bitişdirici şəkilçisi kimi verilmiş olacaqdır. Və arzu şəklinin də məzmununda gələcək anlayışı var. Və burada ədatlarla işlənə bilər, amma arzu şəkli isə arzu ədatları ilə işlənə bilər. Biz əmr şəklində necə ki dedik, əmr ədatı olur. Burada da arzu şəklində arzu şəklinin ədatları olacaq. Bu ədatlar olur gərək, daha sonra kaş, barı, daha sonra tək ədatları olacaq ki, arzu şəklinin şəkilçilərində dedik ki, bunu şəxslər üzrə dəyişək. Mən gəlim. Kaş mən gələm. Necə olacaq? Kaş mən gələm. Kaş sən gələsən. Kaş o gələ, alt-alta yazacağım. Kaş biz gələk. Kaş siz gələsiniz. Kaş onlar gələrlər. Gəlin, indi biz bunlarda şəkilçilərə diqqət edirək. Və kaş mən gələm. Buradakı feili artırılan, dedik axı, arzu şəklinin şəkilçisi olur, A və yaxud da ya şəkilçisi. Gələm sözündə gəl sözün köküdür, bu başlanğıc formasıdır. Buradakı A-ə arzu şəklinin şəkilçisidir, birinci. Bəs buradakı m nədir? M isə məni bildirir, birinci şəxsin təkidir. Mən gələm. Sadəcə sait yanaşı gəlib deyə burada saitlərdən biri düşübdür və biz burada gəl sözün kökü ə və m. Gəl, ə, m. Deməli, kök və 2 qrammatik kimi götürməliyik. Sən gələsən. Gəl sözün kökü. Gələ və sən. Deməli, burada sözün kökü gəl olacaq, ə və sən. Yenə, burada ə, sən 2 qrammatik olacaq. Ə arzu şəklinin şəkilçisi, sən şəxs şəkilçisi olacaq. Kaş o gələ, gəl, ə. Deməli, burada olacaqdır.
Gəl sözün kökü ə. Deməli, burada üçüncü şəxsdə arzu şəklini qəbul edir, amma burada üçüncü şəxsdə şəxs şəkilçisi yoxdur. Daha sonra biz gələk. Bax, burada gəl, ə və ç olacaq. Yəni, gəl, sonra burada üzərinə gəlib A üstü 2 şəkilçisi, üzərinə gəlib aq şəkilçisi. 2 saat yanaşı gəlib deyə biri düşüb, q da ç formasına ahəngdarlığa uyğun olaraq düşübdür. Burada da 2 qrammatik şəkilçisi var. Siz gələsiniz, gələsiniz. Deməli, burada da olacaq gəl, gələsiniz. Yenə də burada arzu şəklinin şəkilçisi, sınız isə şəxs şəklinin şəkilçisi. Onlar gələlər. Yenə gəl, gələ və gələlər. Deməli, ə və lər. Arzu şəkli şəkilçisi, şəxs şəkilçisinin şəkilçisi olacaqdır. Deməli, arzu şəkli dedik ki, ədədlərlə də işlənə bilər. Bir dənə buna diqqət yetirək, fərqli rənglə yazacağam. Gələk sözünə baxırıq. Gələk sözünü biz iki şəkildə düşünə bilərik. Bax, biz gələk sözünü. Mən bunu həm əmr formasında deyə bilərəm. Əmr formasında desəm, gəl, aq, ək. Yəni, burada qrammatik bir yerdə olacaq. Bir də bunu arzu formada deyə bilərəm. Arzu formada desəm, kaş, gələ, arzu şəklinin şəkilçisi, sonra ki olacaqdır. Yəni, biz buna diqqət yetirməliyik ki, deməli, birinci şəxsin cəmi biz hər zaman həm əmr şəklində düşünə bilərik, həm arzu şəklində düşünə bilərik. Bizə bəzən deyə bilər ki, aşağıdakı hansı feilləri iki cür təhlil eləmək olar? Bax, yazaq sözü görürsünüz, biz yazaq. Həm bunu yaz, yaza, yazaq, bu cür təhlil eləyə bilərəm. Həm də yazaq sözünü əmr formasında deyirəm ki, biz yazaq. Deməli, yaz və aq formasında da düşünə bilərəm. Bəs yaxşı, biz bunları cümlə daxilində necə fərqləndirə bilərəm? Yazar ki, kaş biz yazaq. Bir də deyər ki, gəlin, biz yazaq. Mən buradakı ədədlərə də diqqət edə bilərəm ki, ədədlərim hansıdır? Kaş deyirəmsə, deməli, burada arzu ədədi var. Arzudursa yaz, aq. Deməli, mən bunu kök və 2 qrammatika ayırmalıyam. Gəlin biz yazaq deyirəmsə, burada yaz, aq bir yerdə olacaq. Çünki əmrdir. Kök və 1 qrammatik. Yenə deyirəm, testlərdə çox düşür ki, aşağıdakı hansı sözləri 2 cür təhlil eləmək olar tərkibinə görə. Daha sonra yataq sözünü, baxın, neçə cür təhlil eləyə bilərəm yataq sözünü. Kaş biz yat, aq, burada arzu şəkli olacaq, kök, 2 qrammatik. Əmr verirəm, biz yataq. Burada əgər bu cür desəm, yat, aq. Deməli, olacaq kök, 1 qrammatik. Bir də yataq sözünü düzəltmə isim kimi düşünə bilərəm. Yatmaq feilindən yataq deməli, bir əşya əmələ gətirirəm. O zaman da bunu leksik kimi də düşünə bilərəm. Deməli, yataq sözünü mən 3 cür başa düşdüm. Daha sonra